Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli Heydər Əliyev prospektinə yerləşən Kapital Bankın arxasında, yəni həmin Kapital Bankdan bu həyət evinə qədər olan məsafə 180-200 metrdir. Bir zal 3 otaq olan bax belə bir həyət evi kirayə verilir. Kirayə haqqı 380 manatdır qiymətində. Bir balaca razılaşma olmalıdır. Mən indi sizə deməli mini bağçasını göstərim. 2 tonluq su bakını görmək mümkündür. Stil semi pitivinutkadır, elektronludur. Bax hal-hazırda deməli hal-hazırda siz görürsünüz. İndi isə deməli mən sizə mətbəxini göstərirəm. Bax paltaryan maşını görmək mümkündür. Bura mətbəxidir. Eyni zamanda bax bura belə bir mini otaqdır. Xaladinlikini görürsünüz. Bura 3-cü otaqdır. İnsə zalına keçirəm. Dediyim kimi Heydər Əliyev prospektinə yaxın bir ərazidə yerləşir. Kapital Bankın arxasıdır. Qiymətin 380 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. İndi isə deməli zalını görürsünüz. Bax zalında olan əşyalar bunlardır. Televizoru, YouTube ilə işləyir. İnternet xəttinin çəkilməsinə mən dəqiq söz verirəm. İndi hamamına keçirəm. Hamamı bax bu cürdür, təmirlidir. Hamam ilə evin arasında olan məsafə 1 metrdir. İndi qapıdan giriş hissəsini göstərirəm. Küçəsi asfaltdır. Sol tərəfdə maşın üçün qarajı var. Ora keçmirəm, prosto video çox çəkilməmək üçün. Yenidən mən sizə qapıdan giriş hissəsini göstərdim. Maşın üçün qarajı var. Bax belə bir deməli həyət evinin kirayə haqqı 380 manatdır qiymətində. Bir balaca razılaşma olmalıdır. Burası 2-ci otaqdır. 2-ci otaqda yerləşən əşyalar bunlardır. İranski peşdir. 2 ədəd şkafçıqları görmək mümkündür paltar üçün. İndi isə 3-cü otağa keçirəm. 3-cü otaqda olan əşyalar isə bax bunlardır. Yəni 4 ədəd kravatdır. 4 ədəd kravatdır. Bir də ki, yorğan döşəklər var, pərdələr var. Hal-hazırda deməli asılmayıb. Bax belə bir deməli bir zal 3 otağın kirayə haqqı 380 manatdır qiymətində bir balaca razılaşma olmalıdır. Sizlərə uğurlar.